Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə bərabər demək 2025-ci il test toplusundan 48-ci sualın, belə deyək, kvadrat köklər mövzusuna 48-ci sualın izahına baxacağıq. Demək, biz bu misalı həll eləmək üçün burada verilən ifadəni, belə deyək, bir t ilə əvəz edirik. Və t ilə əvəz etdikdən sonra bu bərabərliyin hər iki tərəfini kuba yüksəldirik. Tamam, kuba yüksəldirik. Kuba yüksəldəndən sonra bunu kublar düsturu, belə deyək, düsturundan, müxtəsər vurma düsturundan istifadə edərək açsaq, əlimizdə baxın, belə bir bərabərlik alınacaq. Tamam, baxaq. Belə bir bərabərlik alınır əlimizdə. Bu bərabərliyə biz diqqətlə fikir versək, görərik ki, burada kök 5'lər, belə deyək ki, burada islah olur. 2 ilə 2 demək toplanacaq, 4 olacaq və buradan mən ortaq vuruqlar çıxaracağım. Nəyi ortaq vuruq çıxardacağıq? 3-cü dərəcədən kök altda 2 minus 5'i, bir də 3-cü dərəcədə kök altda 2 plus 5'i ortaq vuruq kimi çıxardırıq buradan. Tamam. Ortaq vuruq kimi biz dediklərimizi daha doğrusu oradan ortaq vuruq kimi çıxarsaq, əlimizdə belə bir bərabərlik alınacaq. Və sonda bu bərabərliyə biz fikir versək, bu kök 6 ifadənin qiyməti -1 olur və bu mötərizənin içərisinin qiyməti biz t ilə işarə eləmişdik. Demək, bizim əlimizdə belə bir, təkrar deyirəm, bərabərlik alınır. Belə bir bərabərlik alınır. Yəni 4 minus 3t bərabərdir t kubu şəklində bərabərlik alınır. Və burada bu tənliyi biraz sadələşdirsək, t kubu plus 3t minus 4 bərabərdir 0 şəklində. Bu tənliyində sərbəst həddindən istifadə eləsək, görərik ki, bunun vuruqlarından biri 1'dir və 1 bu tənliyi ödədiyindən, deməli biz orada t minus 1 şəklində vuruqlar ayıra bilərik. Bəli, deməli burada t kubu demək minus t kvadratı plus t kvadrat. Deməli, t kvadratına çıxdım və əvəzində əlavə elədim. Yenə də minus t plus 4t minus minus 4 bərabər nədir? 0 şəklində belə bir tənlik alınır. Bu tənlikdə biz cüt götürüb buradan ortaq vuruqlar kənara çıxarsaq, yəni t kvadratını buradan çıxarsaq t minus 1, bu növbəti cütdən biz t'ni kənara çıxarsaq, olur burada t minus 1. Yenə növbətidən də biz 4'ü ortaq vuruq kimi kənara çıxarsaq, yenə t minus 1 bərabərdir 0 alınır. Və yenə də buradan t minus 1'i kənara çıxarsaq, t kvadrat plus t plus 4 bərabərdir 0 və hasil 0 olduğundan bu vuruqların hər birini biz ayrı-ayrılıqda bərabərdir 0 yazmalıyıq. T kvadratı plus t plus 4 bərabərdir 0. Buradan görünür ki, t bərabərdir 1 və növbəti tənliyə baxsaq, həqiqi kökləri olmadığından buradan cavab nədir? Alınmır. Deməli, bizə verilən ifadənin qiyməti 1 olacaq.